Hər vaxtınız xeyir əziz dostlar. Bu anons olaraqdır. Bu günləri inşallah maraqlı, fərqli bir çəkiliş olacaq. Germanda qonağımızdır. Xoş gəlib. Kanala da abunə olub, bəyənib paylaşmağı unutmayın. Uğrar hamıya. Amin. Hər birinizi salamlayıram dəyərli dostlar. Azərbaycan Göyərçinlər Assosiasiyasının YouTube kanalına. Bugünkü müsahibimizin adı Nurali kişidir. Ağsaqqalımız Şorabadda yaşayır. Bugün həm də bir dənə fərqli çəkiliş eləyəcəyik. Tanınmış Rusiyalı YouTuber Germanda buradadır. Germanla ikimiz bir yerdə Allah qoysa çəkiliş eləyəcəyik. Hal-hazırda Germanda rus dilində belə deyək təqdimat eləyir. İndi o da təqdimatını bitirdikdən sonra yaxınlaşacağıq. Ağsaqqalımız da Nurali'dir. А где мы находимся? Şurabad. С нами тоже вот азербайджанский блогер Исмаил. Будем параллельно вести. Да. Ну, когда мы ехали сюда, конечно, путь был очень далек, и мне сказали, что между Баку и вашим, как это читается, район или город, правильно читается? А это район, это наше село называется Шурабад. Село, да? Село, да. Я поближе. Сюда хочется поближе к мудрым голубятникам. Говорят, чем ближе к умным людям, тем что-то и тебе перепадет, да? По воздуху. Это как вирус. Ну, что, конечно, хочется спросить. Сказали, начнем с того, что между Баку и вашим селом море, правильно? И когда южный ветер, то хорошие голуби из Баку в переворот против ветра южного ведут и выпадают здесь. То есть, как правило, все хорошие голуби из Баку в этом районе, да? Не, наши куда летит? А ваши тоже? Наши куда O da летит? qəşəng sualdır. Buradan Oğuz'a haradır oranı deyək. Это хороший вопрос. Поедем дальше еще. Buradan Oğuz'a gedək görək Oğuz haradır da. Ну что пойдешь, ладно. Сколько лет? У меня? Ну, конечно. У меня 57. 57, а в душе? В душе сколько? А, молодой. Orada. Ой, наш человек. Наш человек. Ha. Дело в том, что вот, когда мы подошли, вот, мы познакомились с вашими родственниками. Как вас зовут? Хоть не голубятником. Громче, громче. Möhkəm Əli. Ali. Да. Вон там еще молодой парень, которого зовут как? Айсал. А где самый, вот он, самый мой друг. Вот это мой друг уже, вот. Yusuf gəl mənim yerimə danışdın. Mən də 82-ci ildə danışmışam Rusça. Rusçanı axırıncı da 82-ci ildə danışmışam. Gəl danış mənim Давай, yerimə. дедушка научит. Ну и, конечно же, бакинский чай с пях-пяхом. Без чая никуда. Приеду в Астрахань, месяц чай пить не буду. Напился здесь. Ну, Баку меня всегда принимает гостеприимно. Я передаю всем бакинцам большой привет из России, потому Спасибо что тебе постоянно большое. Спасибо каждый вам день большое. поступают звонки из России и просят Казахстан, Украина. Очень много с Казахстана смотрят, с Украины много смотрят, Германия, Америка. Очень все смотрят, наши земляки, ваши земляки, которые уехали туда, переживают душой, смотрят внимательно, взглядываются в глаза старых голубятников, вот таких как вы, ваших голубей. Мне сказали, что вы еще ведете активный образ жизни, как настоящий бакинец, любите красивых кур, красивых собак. Что еще? Видел, пробегал кролик. Дикий или домашний кролик был? А домашний? Домашний? Домашний. Соседский? Соседский, да. Тогда ловить надо. Не поймать сейчас. Не мое это, не мое это соседское. Не ловите соседских кроликов? Только голубей? Нет. А голубей? Нет. Но голубей
Ага, ага. Skem nə tutdu verdi, nə deyirlər, usta bilirəm mən benim təmiz danışım. ловят, у кого-то нет. У кого ловится, ловит, у кого-то нет. Mən bu boyda hərəkətdə 2 nəfər nə tutdu verdim, yoxdur. Bir Что 60 выгоднее nəfər, разводить, krolиков Al- или голубей? 60 nəfər adam quş saxlayır, ondan 2 nəfər adamla tutdu verdim, yox. Qalan hamısı kimin quşu düşür və gəlir. Neçə ildən belə deyək quş saxlayırsınız il olaraq? İl olaraq deyəndə ki, mən göz açmışam, həyətdə quş görmüşəm. Neçənci illərdə qoy qulaq asan dostlarımız. 3-cü illərdə deyəndə ki, mən 65 təvəllüdəm. Yəni ağlım keçəndən həyətdə quş görmüşəm də, uşaq vaxtımda həyətdə. Böyükləriniz də yəni saxlayır. Elə atam saxlayıb, Adı necə? sonra Allah rəhmət eləsin. qardaşlarım saxlayıb. Adı necə olub? Atamın adı Əli olub, meyxana deyən Əli, meyxanaçı Əli. Bu Bakı kəndlərində tanıyanı var onu, o ilə meyxana deyənlər çox olub. O öz yaşıdları arasında. İndi o yeniyetmələr də eşitməmiş olmaz adı. Ha. Sonra da rəhmətli Xanəli qardaşım olub, quşbaz olub. O 82-ci ildə rəhmətə getdi. Allah Ondan rəhmət sonra da eləsin. ki, Qəbirlərin nurunda olsun. Allah ölmənizi rəhmət eləsin. Dava gelme. Следующий вопрос gelme. Нет, ты так хорошо задал вопрос, я же заслушался, так что нормально. Какие могут быть вопросы у нас? Вопросов много, всегда все интересно знать, но в то же время, сколько бы лет нам не было, нам все равно учиться никогда не поздно, да? Есть ли какие-нибудь у вас секреты, как сделать хорошего голубя, как его вырастить, как его нагонять, как дать ему игру? Mən rusçam, mən Sen Azerbaycanca Rüfət tərcümə Говорите eləyək. по-азербайджански. başa düşürəm, mən rusçan çatdıram, mən qrammatik Говорите, мы eləyərəm. Sen переведем. Azerbaycanca de daha. Bunun yazılmamış qanunları çoxdur bu quşbazlığın. Yazılmamış qanunları. Bu quşu yaxşı quşu törətmək üçün deyir, yaxşı quşdan bala alasan ki, törədəsən onu. Bu bir. İkincisi də ki, quşu saxlamağın şərtləri var. Onların birincisi odur ki, onu vaxtında yemini, suyunu vaxtında verəsən. Bəzi adamlar görsən quşbazlar var ki, quşu aç saxlayır. Nəyə görə ki, xam gələcək, tutacaq, quşa dən atacaq, quş qalxıb düşəcək, bir-birinin üstünə yığılacaq, görən quşlar. O hələnçinə quşa ziyandır o quşa. Quşun bir norması olmalıdır ki, bir norma ilə vaxtında dənini son. Şəxsən mən özüm gündə 2 dəfə su qablarını yuyuram, təmizləyirəm. Sularını dəyişirəm. Adam var ki, həftədə bir dəfə suyunu söyürür, su qutaranda su qabından söyürür. Yəni qulluq. Yaxşı quş və yaxşı qulluq. Ну, сейчас перевод на русский. Perivot, Rüfət. Ну, так скажем, да, Герман? Он говорит, если хорошо будешь кормить, все по норме, как так скажем. Вовремя давать, вовремя давать. Режим. всё, режим, да. Режим. Если вот этот стандарт будет нормально. То есть успех голубеводства — это режим для голубей. Да. Хорошее кормление правильное, чистая вода свежая, свежий воздух, гонять в одно и то же время. Голуби не должны постоянно быть, их потряхивать, приподнимать через Ну, каждые имеет в виду чужих, 10-15 минут. Из-за чужих, чтобы чужого ловить, держать голубей голодными, это неправильно. Неправильно, да. Летные голуби должны, как в армии. Стандарт, норма. Да, режим. Какие-нибудь истории из вашего большого опыта можете какие-нибудь вспомнить? Nə hələnçinə çox şeylər, xatırlamalı şeylər var. Bu, nə deyim sizə, quş olub ki, özümdə yaxşı quşlar uçurmuşam. İndi ola bilsin, bəlkə mən sualın cavabını düz verə bilmədim. Yuxarıdan gəlib uçub saatını 9, 10, 11, 12 saat yarımacan uçan quş olub bu. Əlimdə qeyçi uca 3-cü səfər gözləyirəm gəlsin düşsün. Əlimdə qeyçi gözləyirəm ki, düşür. Bir dəlliyə gəlib onu, götürdü apardı. Qeyçi qalıb, baxıram qeyçiyə də baxıram leyin dalıyca. Ben bunu geçireceğim ama bundan bala alacağım, bundan tezeden Было, törədəcəyim. голубь такой был, 9, почти 10 часов, было даже 11 с чем-то очень. Прилетал, говорит, я в руки взял ножницы, чтобы как он сел, чтобы я отрезал. Крыло. И раз перед глазами копчика забрал его. Я смотрю на ножницы, смотрю на копчика, и все. И все без слов, да, нет слов. И так ушел от голубя. Копчик забрал. Yəni burada cins olaraq neçə cins quşlar var Burada da? hardasa bir 6-7 cinsin törəmələrdir bunlar. Ну, это немало, это много, да? Это хорошо. В основном они по массам отличаются.
Вот, линия белых, линия сизых, линия перок. Mənim üçün bez razliçindir o. Bezrazliçin. Mənim üçün uçsun, quş uçsun. O ağla, ağa cüt vurum, ay belə rənglə rəngi yox. O mənim üçün şey yoxdur. Razliçası yoxdur. Да. А вот некоторые говорят, что если подбирать голубей по масти, вот, масть имеет значение на стиль полета, на стиль боя. То есть если шейки, сизые шейки, желательно им же давать таких шейк такого плана. Если черный, желательно давать черную масть. Yəni ya. Не влияет это, да? O Копчиков здесь шквал, а здесь, по-моему, копчиков больше, чем голубей. Здесь прохладно, поэтому они... Прохладно? Да. Ну, в хорошем месте живете. Надо копчиков разводить. o deyir ki, o rəngi rənglə cüt vurmaq üçün o deyirlər. Rənglə rol oynayır uçuşda. Rəng rol oynayır. Amma bir dənə də mən söyləyim ki, mənim üçün nəyə görə fərqi yoxdur. O cinsli quş ki var, istəyir ağ, istəyir qara, boyngüllü, qara quyruq, şeyka, Amerika süzdüyüsüz də. O nə quşla cüt vurursan oraya, o kötüklü quşdur. O gəlib 3 baladan sonra, 4 baladan sonra balasının balası da o atasının, anasının rəngini verəcək. Возвращается все равно. Да. Başa düşürsən? Bax məndə burada quşlar var ki, 12 il, 14 il bundan qabaq olub məndə. Babasının nənəsi, ulun babası. Gəlir bir dənə ələ bala verir ki, hələ bilsin ki, o quşun kopyasıdır. Через 10, да через столько лет могут возвращаться, да? Da, da. Ничего себе. Burada həm yaşlı quşlarımız var elə. Məsəl üçün hal-hazırda. Yaşı çox olan. Yaşı çox olan burada çox bir o qədər quş Можно yoxdur. вопрос такой? Вот смотрите. У вас есть хорошая линия голубей, да? И случилось, что потеряли или там что-то, что остался один самец. Что вы сделаете для того, чтобы эту линию, эту кровь увеличить и правильно увеличить? Как надо правильно паровать, с кем, как вот этот вот процесс и сколько на это нужно времени? Onun üçün vaxt hardasa bir sezon bəs eləyir. Bir sezon nə tərdə həqiqə dəqiqdirsə, deyir lotu gəldi. Ладно, пришел. Ha. Malum ki, Deməli o bir dənə qalan quşun, onu da başqa quşla kötüklü quşla cüt vurursan onu, bala almaq üçün, törətmək üçün. Uje bilirsən ki, bu quşla o quşun uçmağı eynidir. Какую ему даете голубку изначально? Как ему голубка подберете? По стилю полета, по стилю боя. Вот остался самец, да, у вас? Вы знаете, как летает, как играет. Какую вы ему подберете голубку? Чтобы она также летала, стиль полета был такой же, игра такая же была, или цвет такой, или корпус такой. Как будете ему подбирать голубку? С этого начнем. O nə Erkek qalıb səndə. o Sən onun üçün hansı, necə maya seçirsən? O eyni stildə uçuşda, yoxsa eyni oynamaqlar olsun? Yox, onun fərqi yoxdur. Uçan quş olsun, əsas uçan quş olsun. Elə bilirəm ki, erkək qalıb, bir dənə bu yağ deyilməyəcək, bir dənə qalıb da səndə o cinsdən, o törəmədən bir dənə erkək qalıb məndə. Hələ dəlidir, o cinsdən qalmıyor. Başqa məndə mayalar var ki, uçan oyna, düz gəlir bunlar uçmaqlar. Erkək uçun məsələn 8, 9, 10, indi o 1-2 saat aşağı yuxarı. O da o uçan mayalarla cüt vururam onu. Gəlir o tarazlıq bir sezon yox, ikinci sezon onun balası ki oldu. O balasını da balası ilə cüt vururam bacı qardaş, başa düşdün. O cins papalam da demək olar ki 50-50-yə şey olur. O quşun kötüyünü qoymursan ki, əlindən çıxmağa da, başa düşürsən? bax yaxşı bir dənə mən sual verim əmi. Yaxşı uçan quşu yerdə belə deyək, nədən təyin eləyə bilərsən? Yox, o boş şey. Boş söz. O boş şey. Mənim aləmimdə indi o baxırsan, məsəl üçün mən özüm baxaram, 10 dənə quşdan məsəl üçün ikisini, üçünü sərf eləyərəm. Baxmayaraq ki, mən neçə ildir bunu göz açmışam, bunu görmüşəm. O %100 heç kim ona garanti verməz, verməməlidir. Yəni ki, mənim o şəxsi fikrimdir ya. Məsələn, yerdə baxırsan, biri var belə, adam var saat qoyur quşa ki, bu 8 saat uçacaq, bu 9 saat uçacaq. O düzgün değil. O düzgün, mənim aləmimdə hər adamın bir öz fikri var, öz ideyası var. Çaylar kimin nüsü oldu çaylar? Голубочку. Seziyəm, mənimdir. Üstə, götür üstə. Получается, внучка спорует с дедушкой. Deyirsən, sən sonra bacı tutdun, bala aldın bir cüt bala. Sonra onun nəvəsini sən babasına cüt vurursan. Həri. Köhnə nəsli qaytarmaq üçün yerinə. Дедушка пороет, чтобы кровь ушла, не потеряли.
Prosta o cins çıxmasın da. Ya, o- O uje qayıtır. Bir iki sezona. Cəsur. Ağaqa. Gəl də burada. Gəl bura. Bir gün səhər saat 10-dan gəlib 9-dan. Quşlar hamısı bunun sərəncamındadır. Allah. Salır, çıxardır, uçurdu, tərif edir. Öydəkilər quşlarımın yanından keçəndə qışqırıram üstlərinə. Oyuna paxıllıq əllər. Ha, oyuna paxıllıq əllər. Deyirlər, cəsur. Allah sizinkiləri saxlasın, Allah sizə qismət eləsin. Я заметил, что у вас, в принципе, вся птица голоногая. Вот, да, есть там у некоторых маленькие чулочки, да, есть. Çıplak diye çok su kuşlar. Cırdan bir başa şimdi ayağında çox tükü yox. Почему нету с более большими лохмами? Не нравится. Ha, ninrə, mən xoşum gəlmir. Не nравится. Uçan olub, uçan quşlar var. Biz badamlələ edirik ya onları. Köynə baş cinsli olar ki, badamlələ. Onlar çox gözəldir. O ilə belə bir şey yenə. Bax adı qarabaşlar var ha. Məndə olub ki, xan tutmuşam 9 saat uçub, 9 saat yarım uçub. Özü bir sənətə bezatqaz da. Тяжело, безотказно, по 8, по 9,5 часов летал. Bezatqaz da ki, nətərdə quşun qaydası var da uçurma, bir gün uçurdu. Rejimlə yəni. Məsələn, sabah bir gün uçurmuşam, quşu 9 saat uçub. Səhər də uçurmuşam, o görüm ki, 9-u da vurmasa yarım saat, 40 dəqiqə qaldı da. Nəsə bunun qabında var. Bir gün, 2 gün saxlamış, uçurmuşam, ya 9'u keçib, bir gün istirahət. Yəni deməyim odur ki, xoşun gəlmir də ondan. O qarabaşlar demir, onu saxlamır. Голова не нравится. Ha, başa düşürsən. Badam eleydi hoşuma geldi. Badamlı idi, xoşuma gəldi. Мне нравится сапожка. Və sən belə deyim, o yaxın nəsil cüt vurmaqda bacı qardaş, eyni nəsil məsləhət deyil, yoxsa Məsləhət deyəndə ki, qardaşım, mən öz təcrübəmlə, bu neçə edirəm də, bu ilə mən saxlayıram onu. Mən heç bir problem görməmişəm onda ki, ay bir problem. yəni qarın tutmaqda Yox, qarın tutmaq o düzdür, o həqiqidir, o qarın tutmamaq üçün. cırdaşmaq. Вот интересные сизые голуби у вас. Вот что вы за них можете нам рассказать? Böyle Как можете Bilirəm bu похвалить? sizlər gözlər. Pохвалите их. Onların da hardasa bir 17-18 ilə gedib çıxır olan kötücü. Hə, onlar da hələ törəmələrindən qoymuram ki, çıxsın əlimdən onlar. Deyə o sizlər var. Dedi, natura baba olardılar, ekmeği var ha. Gölkisi bir cüt olan. Olar. Hə, obruslar da ki, deməli o maya tərəfin, obrusu göylə hamısı maya tərəfinin törəmələrdir. Və xalasının nəvəsi, xalasının balası, xalasının nəvəsinin nəvəsi. Deyə o göy haqqanətdə, o göy köküllidir, o göy əblaqlas onlardır. Hə, o ərkəkdən 2 dənə qalıb məndə, o cinsdə. Deyə göy əblaq maya var orada. Hə, o göy əblaq mayadır. Ну что скажете? Bu göy mayanın atası məndə 11 saat 40 dəqiqə uçmuşdu. Anası 9 saat yarım uçmuşdu. Göylərin. Dedi maya var, qanətdən qaldırır. Nereye uçup atası? 11 saat 40 dəqiqə. 9 9 saat yarımda anası uçmuşdu. 9,5. Göy siz idi də, sizi deyəndə şeylə göy də. Tosun kopyası idi, anasının kopyasıdır. Neçə ilin kuşlar, cinsin kuşlar? Harca 17-18 ilə gedir. Симнадцать лет где-то. Это пароль. Да, он пароль, что крупная, а не ушла. Видишь, иногда хохлатов дает, видишь? Я видел хохлатые, да. Erkeği de hele o cinstendir. Hə, bir tərəfi o cinsdəndir, bir tərəfi başqa quşlar. Но из-под этой сизой пары всегда сизые выходят или могут выйти чапы, арбаши? O siz göylə altından akkanet çıxır, akkanet Hər haqqanət də çıxır, göylər də çıxır. Deyib, bir balası yuxarıdadır. O oynaya getdi yuxarı günorta. Lümə gələmişdi. Deyir, baba. Bunlar onun balalarıdırlar. Bir bu. Bir də ki, bu cütdürlər, göylər. Burası nə olub bala? De. Rüfət. Deyir, bir o deyir, göy bala var ha. Bir o deyir, bir də bu göy. Onlar ikisi də bu göy.
yaxşı bir dənə belə sual verədi. O köhnədən hansı nişan quşlarımız var ki, məsələn, indi onları görmürük, yoxdur. Hələnçə köhnə nişanlar çox. Köhnə qərəblaqlar var. Deyə baba, o təmiz dögür elə. Dedi, lap o qıraqda var, qərəblaq bala. O başda deyənə. Lap o qıraqda bala deyəni var. Hə. Bax, olur, o tülənəndən, kövənləşəndən, əli uşaq yıxıldı. O kövənləşəndən sonra qaralıcıq olurdu, təmiz qərəblaqlar, bax hələnçinə. İndi mən də hara gedirəm, indi mən də neçəyini quşbadım, mən də baxırım. Bax, hələnçə qərəblaqlar indi qalmayıb demək olar. Sonra qırmızı çəplərimiz olurdu. Xırda, yoxsa? Yox, parça qırmızı çəplər. Deyir, lap ortada bir dənə bala var, onun döşündə var. Onların döşündə olmurdu o vaxtı. Parça qırmızı, qan qırmızı, o da qan qırmızı deyirik biz onlar. Onlardan indi qalmayıb demək olar. Sonra qara qırmızılar olurdu qabaq. Baxırdın quşun vidi fasonu yoxdur, amma uçmaqlarına söhbət yox idi onlar. Qara qırmızı necə? Biraz izah verək ki, qulaq asanlar başa düşsünlər. Qara qırmızı indi kafein yox. Kafeini də deyirlər ona. Kafeini başqa cürdür. Kafeini deyə bax. Deyə boz bala var ha. Bax bizlər hələ biraz da ondan tüntünə də deyirik. Bu bala var, biz kafeini balana dedik. Ha. Deyə haqqınətdir bir sənə. Ha, aysa kafein onun üçün. Amma qara qırmızı bambaşqa şeydir. Nə qara döyür, nə qırmızı da döyür. Qırmızısı çox olur üstündə belə. Burada yoxdur da onun. Burada yox. Очень часто мы общаемся, разговариваем, да, с голубятниками. Скажите, можете ли вы взять в руки голубя и определить, будет он хорошо летать, не будет хорошо? Mənim aləmdə o düzgündür. Только небо. А вот хорошо, еще некоторые говорят, что можно по глазу, если смотреть на глаз голубя, зрачок, оболочка, радужка глаза, Ha, o определить что-то. onun fərqi yoxdur, razılıq net. Разницы нет. Net, razılıq net. Deyə bax. Erkək var burada. Qaradimdik erkək var ha. De, bax, o bax gözlərinə bax, o kuşun uçmağına söhbət. Какой? De. Глазами вот где-то как. В левом стороне. Смотрит сюда. Ну из-под щелей, ну. Onun gözlerinden. Ha, onun gözləri bu quşların gözlərindən görə nə fərqlənir? Biz ona belə pis çıxır. Ну, у него глаза, щелейные глаза, да, из-под щелей. Ha. Yox, mənim quşum deyil, tutulmadır. Из-под щелей, да, он вышел. Dosta surağa çatım nə ki, nə quş deyil, başa Он и düşürsən. отличается от ваших Kimsə bu голубей. biraz arada prinsip söhbəti var. Quşbazlıq aləmində. Ha, amma ki çox güclü quşlardan. В общем, как ни крути, только небо показывает Ancaq голубя. göydə deyə bilə bilərsən. Ancaq. Только nебо. Bir də ki, quşu bala alıb, görürsən qarnı ki tutdu, uçurdursan o quşu. Deməli, bir partiya uçurtdun o quşdan, balasından. Görürsən ki, effekt verdi. İkinci partiyada həmçinin, üçüncü partiyada həmçinin. Uca ona sən arxayınsən ki, bu quşun balaları buna arxayın oldu bu quşu. Sonra o quşu da ki, başqa cinslə, hələ bir yenə ki, bir cüt uçan quşun balasını başqa uçan quşla cüt vurursan. Buna arxayın oldun. Onda ki, uçmadı, gördün sən deyən effekti vermədi. Deməli, o tərəfdə nəsə var. Bu bir, ikincisi də ki, bir quşun ki, Какая белая красавица. bir quşun cinsində ki, oldu. Görürsən, quş var ki, uçur. Məsəl üçün, bugün nə uçdu? 8 saat. Sabah uçurdun onu, gənə uçdu 8 saat. 3 Голубь gündən или sonra голубка? 9 saat. Голубь же, да, наверное? Bir dəfə görürsən ki, o uçmadı. Вот он, белый. Amma bunun onca cinsində də var. Hə? Белый. Erkək. Железный. самец. Erkək. Və Красавчик. amma sizə çırıq quyruq maya aparır. Çırıq quyruq maya səndədir, boz quyruq erkək, götxallı erkək. Onun deməli qardaşının balasıdır. Sarğanət erkəyin növəsidir. Он тоже очень симпатично идет сюда. Возле мраморных, между мраморных. Tərcümə edirsən, Rüfət, yoxsa? Başa düşdü. Yaxşı, belə bir söz deyim, o quş, məsələn, cüt vurursam, bala gözsüz çıxır da, belə deyim. Onu düzəltmək asandır, tem uçuşu düzəltmək. Bu hansıdır qalxdı erkəklərdən? Qalxdı. Cəsur! Kesiklərdəndir. Şeydə, Belə bir erkək erkəkdir deyəsən, ya çırıq quyruq erkəkdir bu.
Cəsi. Ay Cəsi, bura gəl. Balalıqdan qalxmır deyə bu. Помощник, да? так сказать? Uşaqdan gülür. Gəl bura. Gəl babanın yanına. Gəl babanın yanına. O quşun gözü olub olmamağı var ha. Yox, gözsüzlüyü düzəltmək asandır. Yox. Yəni yoxsa Onu düzəltmək cinsindəki oldu məfraqlıq. Biz məfraq deyirik də o. aşıbqa zayda bırakır. Hə, bıraqlıq o deyir o əgərini düzəltmək, qozbeli qəbir düzəltmək. O nə qədər şey eləsən mümkündür. Və o qədər olum məndə ki. И потом из таких вот Hələ вырастает uçurduram özü yaxşı quşdan хорошие balasıdır. голубятники. Ha gedir yuxarı. Ha görürsən 3 saat 4 saat uçdu, qırıldı gəldi, 100 gedir düşür qonşuya. Ondan sonra yenə uçurmuşam, ovsu tayından da uçurmuşam, baxmışam, yenə həmçinin. Hə bu düzələn şey deyil. Bir dənə iş var ki, bu quşlar gedir bizim zonadan. Əl-alqusuz quşlara var quşlar. Bunlar uzaq gedirlər. Yaxın gedəni də ki, yorulub düşəni də ki, tuturlar qeyçiliyirlər quşları. Bir dənə yeganə kənddir, mən deyərəm ki, onu arxayınlığına, tam sözümə arxayınam, cavab deyəmdə. Kəntə bir sezonda 100 dənə xam gəlsə, ondan 10 dənə, 8 dənə, 10 dənə quş qeyçilənə ya qeyçilənməz. Onun 90% o quşun uçurdur, biz uçurduruq. Amma başqa kəndlərə baxanda, hələ götürək bax, Yaşmadır, İstalçaydır, Gələzidir, belə. Onlara 100 dənə xam geçsə, onun 50'sini qeyçiliyirlər, 60'ını qeyçiliyirlər. Bunu sən tutub baxmısan bunu qeyçiliyirsən, bu nədir? Şunu da zayın hələ çıxartdı. Bir illə bəlkə bir 30 dənə tutduğum xamlarını uçurmuşam, gedib. Bir iki dənə uçub düşüb, çıxıb gedir. Bir yerinə gedir. Səhər gəldiyi kimi də başqasında çıxıb gedir də sən. Hə. Gözü yox. Amma bizim quşlar, gedən quşlar qeyçiliyirlər, onun üçün gəlir. İndi hamısı uzaq getmədi ki, durun mən deyim ki, bir Şamaxıya, hamısı Şamaxıya. Sezonda ən azı bir sürən gündən 44 idi, biri gəldi, 43 dənə quş qasırmışam. Hələ bir il sıxmışam özümü. Keçən illər güclü uçan quşları 6 dənə quşlar, olanı çəkmədim bir il qənətli. Hələ keçən il balalar var, 7 yarım, 8 tutmuşdu, onları da çəkdim. 44 tane kaçırmışlar. Ha, 44 dənə idi, biri qayıtdı gəldi dünən 43 dənə də. Sezon qutaranacan vurur çıxır 60'a, 65'ə, 50'ni keçir 50, 60, 65 belə arası. Много голубей теряете за сезон, да? Да. 60-65. Вот у меня еще есть такой вопрос, да? Джирых буйру, рваное перо. От чего оно получается такое? Как вы думаете? O cinsində olur da, oxşuyur da. O mən o dəqiq deyə bilmərəm. Yaranma səbəbi dəqiq bilinmir. Dəqiq mən onu deyə bilmərəm. Yəni dostlar, sual verir ki, German cırıq quyruq nədən yaranır, niyə yaranır? O mənim üçün o qaranlıqdır, o mən onu. Летают ли эти голуби лучше, чем другие голуби? Yox, onun fərqi yoxdur. Разница- Qarın tutmaqdandır, düzdür. Qarın tutmayıbsa, Разница. ümumiyyətlə də. Mənim bir sözüm var, o bir ədəb də çıxır. Nəcis rəngi olsun, quş uçsun. O quşdan da bala alanda da bilərsən ki, bu quş da həqiqi quşun balasıdır ki, bundan baladır. Bu Zatında qırıqlıq yoxdur da, Hə. yəni yaxşı bala ala bilərsən. Kəkilli saxlayansınız, deyilmi? Yəni bəzən görsən kəkilliləri köküllü saxlayanam nətər. İndi deyərəm, o bilmərəm, maraqsız olar sözün, maraqlı olar. Bax, burada sayısın ardısı bir ondan yuxarı kəkilli var. Bir 6-7 dənə də ovusu quşxana da var. İndi bunları salandan sonra bıraxacağım bayır. Burada bir cür quş kəkilli olub. Ondan qalan hamısı kəkilsizdən çıxanlardır. Atası, anası kəkilsizdir. Bax, baba, bunlar, baba. Deməli, xaloğlu, xala qızıdırlar. O sarı kəkillilər var ha. Onların birinin atası, birinin babası. İkisi də kəkilsizdir. Cəsi bibi gəldi, get bibinin yanına. Deyə o bozəblaq erkək var ha. Bax, ataları odur, babaları. Deyə o bozəblaq mayadır ki, onların birinin nənəsidir, birinin anasıdır. Deyə bozəblaq maya gəlir. Ha, orada 2 dənə də orada var o cinsdən. Burada bəlkə bir 7-8 dənə var.
Bir də yaxşı belə sual verəm. Hansı aylarda bala almaq məsləhət olar sağlamlıq baxımından? Ümumiyyətlə balanı alasan gərək fevral çıxdı, kuşu buraxasan yumurtaya. Fevral çıxsın, mart, aprel, mayacaq. Mayın axırınacan. Mayın axırından sonra bu yay aylardır, kuşdan bala almaq düzgündür. Bir də ki, oktyabr, noyabr ayı. Bu 2 ay. Oktyabr, noyabr ayı. Onda ki, bala alınan kuşu uçurmazlar. Hansı kuşdan ki bala aldın, onda gərək may, iyun ayından, mayıdacan ondan bala almayasan. O kuşun naqurskadır. Balalı kuşun naqurskadır. Canı yerində yerində kuş olsun. balı üstündə yüngül ol, yox, o yemliyir, o sağlam olur, xoş gəlir. Amma o şey orqanizm zəifləyir. Ümumiyyətlə balalı kuş uçurmaq düzgündür. Belə deyim, bu indi maşallah olsun, Allah ömür versin sizə. Təcrübə var da. Professional quşbaz olmaq üçün nə eləmək lazımdır, necə olmaq lazımdır? Yəni bunun siz necə o sirləri var da, onu açıqlayaq ki, gələcəkdə məsələn gənc nəsil, balacalar başlayanda istiqamət olsun. Ha, balacalar başlayanda deyəndə ki, o yaxşı quşbaz olmaq üçün birinci gərək düz olasan, təmiz olasan. Əla. Mən o gənc nəsilə hamısı gəlir, gedir uşaqlar yanıma, hamısı bütün kənd, bu yaxın kəndlərdə əmi deyir mənə. Adımla da müraciət eləmirlər, əmi deyirlər mənə. Mən həmişə onlara deyirəm ki, bu quşçun, bu gün var, sabah yoxdur. Bunu hər üzün bu neçə ildə mən görmüşəm. Bir çəngə tükdür bu. Deyir ki, bir söz var, deyir, yerdə yel aparan yelindir, ley aparan leyindir, yerdə qalan sənindir. Başa düşürsən? Kuşu uçurtdun yerdən, indi gəlib sənin sualıma cavab verəcəm. Kuşu uçurtdun yerdən, getdi yuxarı. O ta gəlib yerə düşənəcə sənin deyir o. Ay mənim kuşum yuxarıda, yəni sənin idi. Bir duman bağlayır onu, bir yağ dedim, 11 saat, 10 saat kuş uçur, qeyçi əlimdə qalıb ki, gəlib düşürəndə, bir nərləyə gəldi, hop, götürdü onu apardı. O ta yerə düşməsə sənin deyir, bu bir. İkincisi də ki, uşaqlara deyirəm ki, onun üçün dürüst olursun ki, kuşbazlığın birinci xüsusiyyəti təmizlikdir. Bu kuşbazlıqda indi əl adam var ki, 60 yaşı var, 60 yaşını keçir, lap cavanı var, orta yaşlısı var. Bir dənə quş üçün, o bağışlayır, çox üzr istəyirəm, onu da çəkilsən. Nalayiq sözlər deyirlər, sarır başın aşağı. Ay kişisənsən, cahilsənsən, o bir çəngə tükdən ötürürsən, onun nöşü. Vaxtında ölün üçün Yasin Quran oxutdurmursan, nöşü onu sövdürürsən. Bu bir. İkincisidir ki, deyəndə sən bunu cavabını verə bilməyəcəksən. Bir sözüm də var, deyir ki, bir sözü başqasının üzünə deyə bilməyəcəksən, dalıysan tarix boyu danışmayın onu. Bir o ikincisi də ki, kuşbazlığın da ki, özəlliyi ondadır ki, yaxşı kuş saxlayasan gərək, yaxşı kuşu saxlamaq üçündür ki, bir yağ dedim də, onu yaxşı qulluq eləyəsən. Bala alanda da ki, onun vidinə allanmayasan ki, bunun vidi belədir, bunun bir ala deyir ki, onu sən bilə bilərsən ki, bu kuş nətərdir, baxışla, əlvə götürəndə yox. Ta onu uçurdub baxmasın, onu sən bilməzsən ki. Bir dənə bu hamımızın yaralı yeridir. Üzüylü quş tutanda nə eləməyin, üstündə ad nömrə olanda indi gizlədirlər, əslində necə eləmək yaxşı. O şey deyil. Yəni bir böyük kimi elə bir tövsiyə edirlər. Bax, qardaş oğul, əlim sənə xeyir uzundur. O Bozoblar Əkəyev dedim, o kəkillərin atası. Burada bir 7-8 dənə kəkillər onun balalardır. O gəlmişdi, ilini sərf eləyərəm, 5 il mi deyim, 6 il mi deyim, bəlkə də 7 ilə gedər. Gəlmişdi o Kürdaxandan. Ayağında nömrə, o üzük hindi də evdədir. Götürdük, zəng elədik. Götürdük, salam məyim, əleyhissalam. Biz bu nişanda quş tutmuşuq. Hardan? Dedi Kürdaxandan. Çox quşum buradadır. Dedi ki, mən işimlə əlaqədar gələ bilmirəm. Quş qalsın. Quş uçurdurmağa məsləhət dögür quş. Yəni ki, yaxşı quşdur. Üstücü uçurduz, baxın, üstücü bala alır uçdur. Hasan yolum düşər, quşum qalar, quşumu apararam. Balalarına ola balalarına. O sağdan bir yana nə özü gəlib, nə xəbər göndərib. Mən də demişəm ki, o quş ölənəcən qalacaq. Bəlkə sabah, bəlkə gələn il quş qalsa gəldi. Nurəldə əmanət kimi. 28-i gəlir Bakıya, gələcək bura. Kim gəlir? Doğrudan. Ha, götürür gəlir. Erkək qalır, hindi də qalır erkək. Görsünüz. Keçən səfər sənə üçün söhbət elədim. Üzüyü gətirdim, göstərdim sənə Gürüfə. Üzüyü göstərmədim. Deyəsən göstərdim sənə. Yox, tapa bilmədi, üzüyü tapa bilmədi. Hə, evdən uşaqlar evdə yox idilər. İndi pisəliyərəm. Gəlib düşüb, quş gəlib düşüb ayağında özü nasıl olsun uşaqların. Adı neydi oğlan? Qərəbli amayasını gəldi apardı. Rəşad idi adı, adımdan çıxıb.
Sedmoyda olur deyə sərqətli oğlandı. Yox, Kamran deyil. Yox. Gəldi düşdü bir yaxşı qərəbli ağmayadır. Uşaqlardan, kuşbazlardan var idi yanımda. Baxın, benim ayağımda üzüyü var, telefon nömrəsi var ayağımda. Dedim ki, nömrə var ayağımda. Dedilər, bu dedim, zəng gələcəm. Dedilər, adam belə maya açsın, zəng gəlir. Mayanın da yox vaxtı. Onsuz da ki, hər il Şorabaz zonasında bu yaxın kəndlərdə maya qıtlığı var. Neysə, dedim, yox, mənə lazımdır. Mən bir dənə o quşla kuşbaz olacağımsa mənə lazım. Götürüm, zəng gəldim. Oğlan nədir mənə? Dedi, əmi gəlsən quşu verərsə, Allahımıza bu mescid andasın. Dedim, oğlum, mən quşu verməsədim, sənə zəng gələməzdim, gəl quşu apar. Vallahi. Hə, indi sən çəkiliş eləyirsən. Yani kuş tutmuşum kızıl üzüne ayağı. Şimdi onu bak Rüfət, Allah haqqı onu deyirdim, bu halal bərəkətim andır. Bir nə bu il üçüncü ildir. Bir nə gəldi düşdü qızıl üzük, ayağında qızıl üzük. İndi də o kuş burdadır. Uşaqlar saldılar zarafata, gəl sataq bunu. Bəs yeyib içirdim, elə belə yeyib içmək verim sizə, amma mən onu ayağından çıxardım. O kuş da gələndə balı idi. Onu bədənində iki yerə rəng vurmuşdular. O kuş indi də qeyiçildi, balalarını uçurmuşam, ləzzətli uçur. İndi o nə qədər sağdırsa burada, gələn il, obrisi il, bu il, yeyisi haçan gəlsə, o iki dənə nişanlı düşsün quşun. O quşu çox adam tanıyır burada, bu qaraquyruq mayadır. O quş gələndə nişanı bax, sənin düşü quş yadında qalacaq ki, gedəndə bunu harasına rəng verir. Arqasında necə nişan vurmuşsun? Necə nişan? Yüzey nişanını götürüb vacıq quşunu. O quş indi də burada. İndi o çəkilişdir, indi kimsə baxacaq, bir gələcək ki, boşalsın, gəlsin. Şunun rənginin üçün iki yerində nişanı var. Поймали молодого золотым кольцом, да? Неужели до сих пор одевают золотые кольца? Вопрос такой можно? Тоже часто есть такие, да, мнения, что если от пары вышли молодые, оба самца или оба самки, да, вот, то по-любому один будет хорошо летать, второй будет слабее намного. Olub. Такое. Maya tayı zəif uçur, erkek tayı görürsən ki. Yani vallahi ikisi de erkeği olur, İkisi de. ikisi de maya. Ha? İkisi de erkeğe çıkır. Oba птенца, oba samцы. O çıxır da elə. İkisi de, ikisi Bir de erkek, olur, bir ikisi de- maya ikisinden yok. biri zayıf olur veya ikisi de yeni olur. Yo, o fərqi olur, amma retk olur onda fərqi. Бывает, но редко, да? Nə retk. Когда вы, на каком моменте вы, когда гоняете молодых, голы показывает молодой, когда вы его останавливаете, режете? Что он должен показать? O oynaqdan çıxandan sonra После игры? ümumiyyətlə balanı gözləməlisən oynaqdan tam çıxsın. Oynaqdan Bu tam. sıkı. Ha, Bonus. tam Sak- çıxsın. sformulovать игру. Aha, ondan sonra ki o saat ki gördün ki saat artırır. Bir günləri uçdu 5 saat. Прибавляет Ha, потихоньку. sabah birisi gün uçdu 6 saat. Uca 7-8 baxırsan da quşun nastroyenisi orada. Eğer o cinsdən var səndəsə, mən şəxsən mən həll eləyirəm. Mən onu axıracan gedirəm onun üçün, görüm ki bu nə olacaq. Amma yoxdursa səndəsə o cinsdənsə, keçirsən gələn uçurdusan onu. Görürsən ki bu ilki effekti verdisə, o saatı uçdusa, deməli bu quş uçacaq dalın eşi. Amma o saatı uçmadısa, bu il uçan saatı gələn il uçmadısa, onun xeyri yoxdur, onun qeyçiliyi bala almaqda. Onu tör etməkdən onun xeyri yoxdur. Потом опять даете крыло, проверяете. Если он это следующий год. наверстывает, да, через год, показывает то же самое, то хорошо. А если молодой летает 3 часа, 4 часа, быстро набирает лед, вот уже он показывает вам, вчера показал 4 часа, 5, сегодня подняли, он уже показывает 6, 6,5. Если поднимете завтра, он или улетит, или больше покажет, или улетит. Yəni o qədər olur elədir. Да. O qədər. Останавливаете вы его, тормозите его или все-таки до последнего гоняете? Mən bir yağ dedim də onu da. Dedim ki, o А игры cinsdən. нету, игры nету. Başa düşdüm sən. Ha onu hələncə quşu saxlamaq lazımdır, Его qeyçiləmək надо lazımdır. остановить все равно. Остановить. Да. Дать ему остановиться. Сложный момент, когда мы не знаем, на какой момент остановить. Думаем, еще Если один раз әлin поднимем. Nə Но çay. это бывает Nə çay. последний раз. Qəddanı qoyub nə çay getsin. Yaxşı, bir dənə də sual mən verim.
siz hansı cür oynayan uçan quşu bıraq sayırsınız? Yəni bu damazlığa yaramaz, saxlamağa dəyməz. Necə oynayan quşu, necə uçan quşu? O necə oynayan deyəndə ki, hər quşun bir cür xüsusiyyəti var oynamağı. Bir dənə quş var ki, görürsən o gedə-gedə oynayır. Hə. O yol gedir, görürsən oynayır. İstir quş var ki, uçurdursan onu əgər quşu dalı küləyə atmalıdır onu. Quş var uçurdursan üzü küləyə oynaya getdi. Bir gözü quş reska vurur. Quş leska vuranda bir dənə oynayar. O leska vurmağı mən bilirəm. Bir dənə onlar leska vurmaq nədir onu izah verək ki, bilməyənlər var da. Reska deyirik də biz. O dairə vurur, kuruq, Mən kuruq qulaq vurur. asanlara izah verək. Kuruq vurur ha quşa. Polyan O üstünə quş, kuruq vurur. Quş polyan üstünə kuruq. Kuruq vuranda o 10 dənə oynayan quşdan biri ikisi çaşar, bir dənə oynayar. Amma ki o kuruqu tamamlayana oynuyor, kuruqu tamamladı o quşdur. Ondan quşluq gözləməyin, uçmağı gözləməyin. Yəni bilsinlər də Hə, indi. bir də baş sonra gedə-gedə görürsən ki oynayır, üzü küləyə gedir, gedə-gedə oynayır. Quş Bir də hansı tərs uçan, məsələn uçurdun, belə deyim də, hansı uçuş stilində olan quş sizə görə bıraxdı? başa düşmür. Yəni uçurdun, məsələn getdin Vəlinin üstündə uçur gəlir, onu qəbul edirsən və ya Toskaya gedir, düşür aşağı qalxır, elə bir Yox, liftdən o mi? quş, Yəni quşda balalıqdan bir xüsusiyyət əmələ gəlir də. O yerdən qalxır, quş var ki, balalıqdan gezir, o qalır başında. Quş görürsən ki, gedir saatın uçur. 7 uçur, 8 uçur, nəyə gücü çatır, 6 uçur. O aşağı gələndə 10 dənə quşdan bir dənə quş olar, 2 dənə quş olar ki, görürsən ki, gedir kəndin o başına gəlir. Nədir o balalıqdan qalıb onun başında. Vərdişsin. Başa düşürsən? Hə. O bir növ adətkarda olub, məştubat demişlər. İndi yəni bax belə deyim də, o necə ki oyunda deyirsə gedə-gedə hansı stillə uçan quşu, yəni bıraq sayısı, onu saxlamırsa bu uçuş mənə lazım deyil. Bundan bal almaq olmaz. Demirəm, o gedə-gedə oynayır ha. Reska vura oynayır, o quş deyil. Quş oynasın, kəpənək kimi açsın ayaqlarını, bax belən. Dırnaqlarını biz deyirik ki, loru dildə dırnaqlarını sayır. Bax belənsin. Quş yarım havada oynadı, sesi yerə gəlsin, elə bilsin ki, tabanca atırlar yuxarıda. Quş oynayanda tükü çıxsın onun görə bədənindən. Может ли бакинский голубь 5-6 часов летать наверху так, чтобы его не видно было? Olub. Amma görsənməlidir quş. Ümumiyyətlə quş uçanda dəqiq damın üstündəkilər də qaldı olardı. Yəni özünü göstərməlidir uçanda. Onu da diqqətlə oturub baxasan. O qədər olub ki, uzanmışıq burada, baxmışıq yox da. Bir yarım saatdan sonra görmüşük, tas kimi də. Qabaq havalar olurdu ki, süt kimi olurdu havalar yayda. Bir ayın heç olmasa bir həftəsi hələ təmiz hava olurdu. Uzanırdı, baxırdı, balet əyilmişdi. İndi bir ay yox, 3 ayda 3 dəfə ələnçə hava tuta bilmirsiniz. И последний вопрос. Кого вы можете вспомнить из старых голубятников, вашего детства, своих сверстников? Bizim kənddə çox olub Вспомните, rəhmətliklər. назовите их имена, нам хочется их услышать. Bizim Vspomni kənddə olub. добрым словом. Biri qonşumdan başlayıb, rəhmətli Vahid. O rəhmətli atası da kuşbaz olub, baladayı kişi. Özü də şeyli kuşbaz Он olub. где жил? Naşı şey, Ваши Şurabad. селе. Bax sonra qozalardan olub, o dünyasını dəyişənlərdən də rəhmətli Gülmürzə kişi, Allah rəhmət eləsin. Əbülfəz kişi, sonra Paşa kişi. Bizim kənddə çox kuşbazlar olub. Много голубятников. Ha, Что хотите Нет. передать российским голубятникам? onlara salam göndərirəm burada. Onlara Привет, большой привет. Yaxşı kuşbazlıq arzulayıram onlara. Yaxşı. Nurali əminin ikinci quşxanası. Köhnə ağbaşlardan bu. Germanda eyni vaxtda 2 dənə video çəkir. Чтобы что-то случилось, без нас осталось. Olmasın öyle.
Qoy bir dənə mən söz deyim ki, bu Buyurun. quşlar o quşxanaya da baxıldı. Burada yaxşı çəkkinə. Kiminsə quşu burada tutulma quş çoxdur. 3 il bundan qabaq, 5 il bundan qabaq. Kim quşunu tanıyırsa, gəlsin, quşunu gəlsin aparsın. Sağ olun, böyüklükdən əksik olma. Bu belə böyüklər. Nətər sözdür Rüfət? Əla. Hər quşbazın gücü də elə o. Və bu da bizim köhnə nişan quşumuz dostlar. Deməli qırmızı quşdur, üstündə qara nöqtələr olur. Tapılmayan bir şey qara. Kim quşunu tanıyırsa çəkilişdə. Amma ki, nədir sənin başı ol? В любой момент можете связаться со мной и эти голубей забрать. Я буду только рад. Yaxından çəkirəm ki, əmin sözünə qüvvət verir ki, Много историй интересных. Amma ki, xahiş edirəm ki, düzün düşsünlər də. Qapıya gələndə kiminsə, nəyinsə adından istifadə eləməsinlər. Hələ də elə deyil qardaş. Təmiz Təmiz. qəlblə gəlsin ki, bu quş mənimdir, mən götürüb. Hasan qaçırmısan? 2 il bundan qabaq. Hə, səndir. Hə, quş var ki, 5 ildir burada necə 2 ildir mən qaçırmışam. növbəti sualım bu köhnə quşbazlıqla indiki quşbazlıqda fərq nədir? Yəni yaxşı nələr var idi ki, o vaxt indi yoxdur və yaxud bizim bildiyimiz, bilmədiyimiz nələr var idi, zəhmət olmasa? Hə, o köhnə quşbazlara Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Amin, İndi amin. biz də onların tökülə-tökülə gələnlərdən idi, onlardan qalanlar indi o yaşlılardan arasında. Qabaq quşbazlığın belə bir xüsusiyyəti var idi. Quş kimə düşsəydi, o vaxtda telefon yox idi, yox idi. Yəni ki, o ev telefonundakı hər adamda da olmazdı. Bir xeyirdə, şəhərdə görsən bir-birini görəndə quşbazlar deyir də bir dənə quş düşün mənə filan rəngdə, kimindir gəlsin aparsın. O quş kəndi içində tarix boyu itib batmazdı. İndiki zamanədə 10 dənə quşun qalxsın kəndi içində, onun birini ikisini taparsan ya tapmazsan. Bir aid deyil, hələ ümumiyyətlə götürürəm, quşbazlığı götürürəm. Bu bir. İkincisi də ki, ən əsası o hələ şeydə, o Namik Rüfət Allah canından sağ eləsinlər. Ha, Namikin bir sözü var ki, deyir ki, quşu alanda deyirəm ki, bunu kimdən almışsan filan kesindən. Qabaq da hələ idi ki, deyir də, rəhmətli günümüzə üçün quş daha yaxşı uçurdu. Bir üst balı alırdı, getirir gəlirdi ondan. Onlardan törədəndə yanına adam gələndə, mələ bir dənə rəhmətli günümüzdən birinci primer çəkməyim odur ki, hamısı o xüsusiyyətdə idi. Bəli, məsəl Bu, çəkir. həm məsəl çəkirəm. Bu günümüzdə Çin quşlarının cinsindədir. İndi sən ona quş verirsən, aparıb törədə zədələri daldalayır. Ha bu kim quşlar? Ha bu bilirsən, mən filan quşumum, mən filan quşumum. Ala İzlədirlər, danırlar o əziyyəti. başa düşürsən. O köhnə quşbazlıqla indiki quşbazlığın o fərqi var. İzlədiyiniz üçün dəyərli dostlar, sizlər də sağ olun. Abunə olub, bəyənib, paylaşmağı unutmayın. İnşallah növbəti çəkilişlərimizdə görüşərik. Душевного покоя, спокойствия. Голуби нам дарят и молодость. Allah saqqallarımıza da ömrü versin. Живите долго и счастливо. Чтобы Bütün abunəçilərə də minnətdarım. Чтобы вы сидели и любовались, радовались, как дети пробегают, гоняют голубей. А вот это